cismi, bədəni xilas etməyə gəlmişdir. Amin. Mən başa düşürsənsən. Və mən, əziz qardaşlar və bacılar, mən bugün sizə çürüməzliklə bağlı, yəni necə ki, sən çürüməyəcəksən və ölməyəcəksən, çürüməzliklə və ölməzliklə bağlı çörək bölməni, bugün çörək bölmə edəcəyik, necə qəbul etməyi bugün sizə göstərəcəyəm, sizə öyrədəcəyəm. Çörək bölmə, biz bilirik ki, biz çörək bölmə nədir? Biz hamımız bilirik bunu, çörək bölmə nədir? Çörək bölmə, bunu biz çörək bölməni birlik adlandıra bilərik hətta. Çörək bölmə birlikdir, Rəblə birləşmək deməkdir. Biz Rusca priçasiya deyirlər, çörək bölmə deyirik biz, içirik, Rəbbin qanını içirik, təsəvvür edirik, sok içərək, Rəbbin qanını içirik, çörək yiyərək, Rəbbin bədənini yeyirik deyirik. Bunun mənası ümumi obçu, laf loru dildə, bizim başa düşdüyümüz dildə desə, bunun mənası birləşməkdir. Və ona görə də biz çörək bölməni birlik adlandıra bilərik ki, biz birləşirik. Çörək bölmədə biz nə edirik? Biz çörək bölmədə biz içimizə daxil edirik. Biz çörək bölmədə o şərabı deyim, o çörəyi deyim, daxil edərək biz birləşirik. Və çünki daxilimizə qəbul etdiyimiz o, sən daxilən nəyi qəbul edirsənsə, o sən olur. O, sən öz daxiləyə qəbul etdiyin hər şey sən olur, o başqası olmur. Ona görə də sən içənə öz daxilən nəyi qəbul edirsənsə, sən onunla birləşmiş olursan. Çünki daxilimizə qəbul etdiyimiz hər şey biz olur. Mən başa düşürsən nə deyirəm? Daxilimizə qəbul etdiyimiz hər şey biz olur. Başqası olmur. Və sən nəyə daxilə qəbul edirsənsə, ona görə də biz İsa Məsihi daxilimizə qəbul edəndə, biz təkcə İsa'nın adını qəbul etmirik. Biz onun bütün varlığını, bütün potensialını, bütün qabiliyyətini, bütün dərakəsini, bütün fikrini, bütün hər şeyini, ümumiyyətlə biz onun hər şeyini qəbul edirik. Çünki kimsə evlənib bir qadınla evlənəndə, o qadını alanda, o təkcə o qadının bədənini almır. O qadının bütün xüsusiyyətlərini alır, bütün düşüncələrini alır, bütün xasiyyətlərini, o qadını bütün varlığı ilə qəbul edir. Yəni varlıq təkcə onun bədən quruluşu deyil. Onun bütün biz də İsa Məsihi qəbul edəndə, biz onun bütün varlığını qəbul etmişik. Ruhunu, qəlbini, düşüncəsini, qabiliyyətini, ölməməyini, çürüməməyini, ölüm üzərində qələbəsini qəbul eləmişik. Başa düşürsünüz biz nəyə qəbul eləmişik? Və biz İsa Məsihi qəbul edərək onunla birləşmişik. Və bugün bu çörək bölmə də həmən o birləşmənin simvolik olaraq rəmzidir. Biz onu göstəririk. Ki, necə ki biz o şərabı içəndə, necə ki o çörəyi yəndə, o necə ki bizim daxilimizdə olur, o bizimlə birləşir. Eləcə də burada çörək bölmədə biz yenidən sübut edirik ki, biz Rəblə birləşmişik. Kəlamda yazılıb ki, çörək bölməni biz qəbul etdikdə, biz Rəbbin ölümünü elan edirik. 1-ci Kanif 11-ci fəsil 26-cı ayədə bu barədə yazılıb. 1-ci Kanif 11-ci fəsil 26-cı ayəni oxuyuram. Deyir, çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinə də onun ölümünü bəyan edirsiniz. Bu nə deməkdir? Bunu danışmaq istəyirəm sizə ki, bu nə deməkdir? Bu deməkdir ki, biz Rəbbin ölümünü bəyan edərək, biz deyirik ki, hər şey qurtardı. Artıq ölüm yoxdur, ölüm oldu, qurtardı. Sən ölüsən və ölümün artıq sənin üzərində gücü yoxdur.
Sən bəyan edirsən ki, mən bir dəfə ölməliydim. Və o payımı mən çarmıqda 2000 il bundan qabaq ölmüşəm. Mənim Rəbbim və xilaskarım mənə görə ölübdür. Sən bunu elan edirsən. Bu Kariflərdə oxuduğumuz ayə bu barədədir. Çünki sən cəmi dünyada bir dəfə ölməlisən. İnsan bir dəfə ölməlidir. Günahkar insan. Və sən də o payı ölmüsən. Və sən İsa Məsihdə ölmüsənsə, sən deməli artıq ölmüsən. Ona görə də bunu edəndə, sən bunu öz bədənə elan etməlisən. Çörək bölməni edəndə. Bunu edəndə sən öz bədənə elan edirsən ki, ay bədən, sən diri Məsihi qəbul edirsən. Çünki artıq sən o vaxtı ölmüsən. Sən öz payı ölmüsən. Ona görə də sən çörək bölmədə bunu bədənə elan edirsən. Amma, dinən amma hansı bədənə elan edirsən? Çirkli, çürüyəsi olan, nə vaxtsa öləsi bədənə? Xeyr, sən bu Kariflərdə olanda, sən çörək bölmədə Rəbbin ölümünü elan etdiyin kimi, sən də çörək bölmədə öz bədənə elan edirsən. Amma artıq çürüyən, çirkli, nə vaxtsa öləsi olan bədənə yox. Sən çürüməz bədən haqqında, sən o olduğu və yaşadığı, hansı ki sən o bədənsən, artıq ölməz və çürüməz bədənsən. Sən ona elan edirsən Məsihin bədəni haqqında. Sən öz bədənə deyirsən ki, çörək bölmə vaxtı, Rəbbin ölümünü elan edərək, sən öz bədənə deyirsən ki, sən ölməzliyi qəbul eləmişsən. Və bu da, bu bugünkü içdiyim şərab da, bu çörək bölmə də birləşmə deməkdir. Yəni, mən birləşirəm. Mən ölməzlik ilə birləşirəm. Mən çürüməzlik ilə birləşirəm. Wow! Halleluya! 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 Wow! Alov! Oy! Mən nə danışıram? Wow! Halleluya. Bir də oxumaq istəyirəm həmən ayəni. Çünki deyir, hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinə də onun ölümünü bəyan edirsiniz. Və biz bu günlərin çörək bölmədə, bu oruç vaxtında bu çörək bölmədə biz öz bədənimizə elan edirik. Bu çörəyi, bu şərabı qəbul edərək bədənimizə elan edirik. Ki sən payı ölmüsən və dirilmişsən. Biz izzətli bədənə, biz ölülər arasından dirilən bədənə, bədən artıq ölümlü deyil. Ona görə də siz çörək bölməni əlinizə götürüb, bir əlinizə şərabı götürürsünüz, bir əlinizə Rəbbin bədəni olaraq, simvolik olaraq çörəyə götürürsünüz. Və elə bir ki, onu siz qaldıranda, yüksəldəndə ki, mən qaldırıram, ya Rəbb. Onda siz sadəcə deyirsiniz ki, sadəcə başlayırsınız deməyə ki, çürüməzlik. Və deyirsən ki, oxşarla birləşir. Həm xasiyyətlə birləşir. Həm rənglə birləşir. Sən çörək bölməni götürəndə deyirsən ki, mən ona oxşar və bənzər yaradılmışam, mən ayrı idim, indi birləşmişəm. Birləşirəm, yox, birləşəcəm, yox. Birləşirmişəm artıq. Sən bunu birbaşa öz bədənə elan edirsən. Sən elan edirsən bədənə ki,
mən birləşmişəm çörək bölmədə, sən birliyi yenidən yaşayırsan. Sən yenidən birləşmirsən ha. Sən birliyi yenidən yaşayırsan. Və sən deyirsən ki, ata, çürüməzliyə görə sənə təşəkkür edirəm. Və sən deyirsən ki, ata, çürüməzliyin fiziki həyatımın, yəni sənin fiziki həyatın, çürüməzlik sənin ruhani həyata aid deyil. Çürüməzlik, deyirsən ki, ya Rəbb, çürüməzliyin fiziki həyatımın bünövrəsi kimi elə bil apalovka tökürsən. Ki, çürüməzlik fiziki həyatımın təməli kimi, bünövrəsi kimi, elə bil həyat verən ruhun, bizə həyat verən ruh var bizdə. Həyat verən ruhun olduğuma, ki, mən inanıram ki, həyat verən ruham. Həyat verən ruhun olduğuma, mən inanıram ki, mən həyat verən ruham. Çünki həyat verən ruh məndədir. Və həyat verən ruh olduğuma inandığıma görə və çürüməzlik prosesləri mənim DNK-mda, dərimdə, sümüyümdə, saçımda, ətimdə və bunların daim aktivləşməsinə görə sənə təşəkkür edirəm. Ki, çürüməzlik məndə aktivləşir, çünki mən birləşmişəm. Mən özümə oxşarla, özümə bənzərlə birləşmişəm. Mən artıq biləm, mən artıq ayrı deyiləm. Və deyirsən ki, ata, sənə şükür edirəm ki, bütün orqanlarım və bütün kletkalarım, toxumalarım möhtəşəmdir və onlar işıq saçır. Sən bunu deyirsən, sən bunu iqrar edirsən, sən bunu elan edirsən. Sən deyirsən ki, bu çürüməz DNT, bu köklü hüceyrələrim üçün sənə təşəkkür edirəm ki, onlar çürüməzliyə keçdilər. Çünki mən dərk edirəm, mən düşüncəli şəkildə oruç tuturam. Mən düşüncəli şəkildə birləşirəm. Mən sadəcə demirəm, mən və ata birik. Mən düşüncəli şəkildə çörək bölmə edirəm, yəni birləşirəm. Haleluya, Rəbbə izzət olsun. Haleluya. Haleluya, haleluya. Ona görə də bir günlərim biz bu qədər şahidçilikdən sonra, bu qədər burada şahidçiliklər oldu ki, bu oruç devrində nələr baş verir. Biz yenidən çörək bölmə edəcəyik. Və sən qəbul edəcəksən və yeni möcüzələr başlayacaq. Amin. Götür indi çörəyi. Və yüksəld onu. Qaldır dinən, ya Rəbb, çürüməzlik, ölməzlik dinən əllərimdədir. O məndədir artıq. O mənimdir artıq. Dinən, mən artıq oyam. Ölməz və çürüməz olan mənəm, Rəbbim mənim. Və bu günlərim dinən bu çörək bölmədə oxşarla birləşir. Oxşarla bağlanır. O ox birləşən mənəm. Öz bədənədir, nə bunu? Gözləri yuma bilərsən, öz bədənədir bunu. Dinən, o mənə, dinən sənə çürüməzliyə görə təşəkkür edirəm. Çürüməzlik dinən fiziki həyatımda fəaliyyətə başladığına görə sənə təşəkkür edirəm. Dinən həyat verən ruh olduğuma, inandığıma görə sənə təşəkkür edirəm. Dilbəniz xanım, mikrofonu söndürün də xahiş edirəm. Mənə baxma, sadəcə indi özünlə ol. Denən həyat verən ruh olduğuma inandığıma görə sənə minnətdaram.
çürümezlik denen mənim dərimdə, kletkalarımda, DNK-mda aktivləşdiyinə görə, işə başladığına görə sənə təşəkkür edirəm. Sənə şükür edirəm dinən ata. Bütün orqanların möhtəşəmdir dinən. Bütün kletkaların möhtəşəmdir. Denən mən işıq saçıram, bu həqiqətdir. Çünki mən işıq evladıyam, mən işıqdan doğulmuşam, özüm də işıqam. Çürümezlik, ürəkdən özünə, öz bədəninə denən çürümezlik və qəbul elə bu çörəyi. Birliyi qəbul elə. Birliyi qəbul elə. Sən osan, şahidçilikləri eşitdiniz. Siz osuz. Sadəcə düşün öz bədənin barəsində. Hər dəfə sən çörək bölmə edəndə hər dəfə sən bu çörək bölməni edəndə sənə yeni fikirlər gələcək, yeni şeylər gələcək. Və yeni gələn şeyləri, bədəniniz haqqında aldığınız vəhləri utanmayın danışmağa. Bədəninizi izah edin. Bədəninizi şərh edin, danışın ki, sizin bədəninizdə nələr baş verir. Bəzi insanlar düşünə bilərlər ki, niyə axı bu Elşən bu bədənə bu qədər diqqət ayırır? Nə üçündür bu bədənə bu qədər diqqət? Səbəbini deyəcəm, nə üçündür bu diqqət? Ona görədir ki, bu bədənə diqqət. İndi ən vacib şey bu bədəndir. Çünki bu yer üzərində hər şey izzətli bədənə aiddir. Bu yer üzərində hər şey sənin bədəninə aiddir. Bax, ona görə Elşən bu günlərin bu bədən haqqında çox danışır. Ona görə Elşən bu bədənin bu qədər, sənin bədəninin, mənim bədənin bu qədər qiymətli olması barəsində danışır. Çünki biz hamımız bir bədənin bir üzvləriyik. Başda öz saçlarını ağ yox, qara görməyə, başda özünü güzgülə bəyək gördüyün qoca yox, cavan qız vaxtı olduğun kimi, cavan oğlan vaxtı olduğun kimi görməyə. Başda, yaradan səni, yaradan yaradım. Başda yaratmağa sənin qabiliyyətin var. Allahın bütün qabiliyyəti səndədir. Halleluya. Və bir müddət indi sadəcə başını sal aşağı, öz bədəninin nə qədər möhtəşəm olması barəsində mən sənə danışdım. Düşün biraz.
Halleluya. 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 Sen xoşbəxtsən. Sen bilirsən nə qədər xoşbəxtsən. Vah. Halleluya. Rəbbə izzət olsun. Sen çox varlısan. Sen çox varlısan. Sen çox varlısan. Eşidirsən? Halleluya. 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 Və kitabını oxuyacağım. Və kitabının 2-ci fəslində deyir ki, sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram. Amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram. Amma onlar Yəhudi deyil, şeytan yığıncağıdır. Rəbb deyir ki, sən zənginsən. Və kitabı 3-cü fəsil 17-ci və 18-ci ayəni oxuyacağım. Bax, qulaq as, diqqətlə. 17-ci ayə deyir ki, çünki deyirsən varlıyam, zənginəm, zəngin olmuşam və heç nəyə möhtac deyiləm. Amma bilmirsən ki, zəlil, yazıq, yoxsul, kör və çılpaqsan. Nə üçün belə deyir? İnsan deyir ki, və kitabında deyir ki, insan deyir ki, varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm. Nəyə görə Allah bu yerdə deyir ki, bilmirsən ki, zəlil, yazıq, yoxsul və kör və çılpaqsan? Nəyə görə? Heç bu məntiqdən bu hara sığır axı? Nəyə sığır axı? Burada sir var, hansı ki artıq bizim üçün sir deyil. Əgər sən deyirsənsə ki, mən varlıyam, əgər sən deyirsənsə ki, mən zəngin olmuşam, əgər sən zəngin olmuşsansa, deməli sən bankrot da ola bilərsən. Rəbb Allah deyir ki, sən zəngin olmamsan, sən anadan gəlmə zənginsən. Çünki mənim nəyim varsa sənindir, sənin nəyin varsa mənimdir. Sən necə varlana bilərsən? Deməli, sən kasıb olmuşsan ki? Alleluya! Əgər sən deyirsənsə ki, mən varlanmışam, bu yaxınlarda iş gördüm, necə var? Xeyr, sən varlısan. Sənin atan, laf öz istədiyim kimi deyim, sənin papan Allah işləyir. Sənə deyir, məsləhət görürəm ki, zəngin olmaq üçün məndən od içində xalis olan qızıl alasan. Gör, nəyin zənginini deyir. Həmçinin geyinib çılpaqlığını, ayıbını açmamaq üçün ağ paltar alasan. Gözlərinə sürtüb, görmək üçün də göz məlhəmi alasan. Gözlərinin içində deyir, göz məlhəmi alasan. Bu söz deyilən yerdə mən olmuşam. O yerdəki deyilir, mən Türkiyədə bu məbədin yanında olmuşam. Və mən elə bilirdim ki, sadəcə göz dərmanı simvolik olaraq deyilir. Sən demə, orada, həmən devirdə dərman zavodu var imiş, göz dərmanı istehsal edirlərmiş, maz. Alleluya! Sən varlısan. Sən ona görə varlısan ki, sən ilahisən. Sən ilahın oğlusan, qızısan. Sən varlanmamısan, başda düşünməyə və var dövləti əldə eləməyə, düşüncəm vasitəsilə. Mən başa düşürsünüz nə deyirəm?
Mən başa düşürsünüz nə deyirəm? Onun üçün orada deyir ki, sən deyirsən ki, varlanmışam, pullanmışam. Hə, deməli, mənsiz getmişəm bu yer üzərində, mənsiz özün öz başa varlanmışsan, pullanmışsan. Ay, vay, 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 vay. Yox, sən varlı Allahın varlı oğlusan, varlı qızısan. Sən ha vaxtsa varlanmamısan, sən həmişə varlı olmusan. Amin. Mən başa düşürsünüz? Aleluya, 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 aleluya.